Dinin bizə göstərdiyi və bizim baxış bucağımızı islah elədiyi məsələlərdən biri fitrət məsələsidir. Fitrət məsələsini biz əgər istəsək qısa izah edək. Fitrət odur ki, insan öz xaliqini tanıyır və öz xaliqinə tərəf meyillidir, maqnit kimi. Quran-ı Kərimin Rum surəsinin 30-cu ayəsində Allah Taala buyurur ki, mən insanları öz fitrətimdə yaratdım. Və həmçinin bu ayədə də din sözünü işlədir. Allah Taala buyurur peyğəmbərinə ki, fəqim vəchəkə lid-dini hanifən fitrətəllahillati fətərən-nasi əleyha. Üzünü haqq olan dinə çevir. O fitrəti ki, mən insanları o fitrətdə yaratdım. Din və fitrət. Baxın, dinin bütün göstərişləri, istər qadağa olsun, istər qadağa olmasın, bütün göstərişləri insanın fitrəti ilə tam mütənasibdir. Əgər din buyurursa ki, namaz qıl, insanın fitrəti ilə uyğundur bu. Əgər din buyurursa ki, oruç tut, zəkat ver, xums ver, bütün bu göstərişlər insanın fitrətinə uyğundur və bütün qadağalar da insanın fitrətinə uyğundur. Həmin bu ayədən biz bu nəticəyə gəlib çıxa bilərik. Dini rəvayətlərdə böyük səhabə Zürarədən belə nəql olunur ki, mən İmam Sadiqdən, Allahın salamı olsun ona, həmin bu ayənin mənası haqqında soruşdum. Ki, bu ayədə Allah buyurur ki, mən insanları öz fitrətimdə yaratdım, bu nə deməkdir? Həzrət buyurdu ki, məqsəd tohiddir. Allah bütün insanları tohiddə yaradıb. Başqa bir hədisdə yenə Zürarədən. Zürarə nəql edir ki, mən həmin bu Rum surəsinin 30-cu ayəsinin mənasını İmam Baqirdən, Allahın salamı olsun ona, soruşdum. Həzrət buyurdu ki, fətərəhum əla mərifətihi. Allah bütün insanları öz mərifətində yaradıb. Fitrətin mənası budur. Ənəhu rabbuhum. Allah bütün insanları öz mərifətində yaradıb ki, onların Rəbbi Allahdır. Yəni, insan yaradılış baxımından, xilqət baxımından fitri olaraq öz xaliqini tanıyır.